Uşağın qəlbi torpaq kimidir. Əgər evdə mərhəmətli münasibət yoxdursa, uşaqda yumşaqlıq hardan yaranacaq? Lakin bu o demək deyil ki, səhvlər edilibsə, hər şey itirilib. Hər gün torpağı diqqət, yaxşılıq və istiliklə sulamaq üçün bir fürsətdir. Bu, səbəb-nəticə əlaqəsinin qaçılmaz qanunudur. Quru torpaq bəhrə verməz və quru uşaq qəlbi itayət yetişdirməz. Əgər uşaq bunsuz böyüyübsə, istilik, dəstək sözləri, nəvaziş, canlı diqqət. Onda bir gün deməsinə təəccüblənməyin. Bu, sənin problemdir. Salihlik soyuqda böyüməz. İtayət sərtlikdə doğulmaz. Çobudluq isə çox vaxt səbəb deyil, nəticədir. Bir vaxtlar o, sizin telefonu kənara qoymağınızı gözləyirdi. Sonra gözləməyi tərk etdi. Bir vaxtlar baxışınızı axtarırdı. Sonra ekran ona daha yaxın oldu. Əgər bugün o kobudursa, soyuqdursa və uzaqdırsa, bəlkə də o sadəcə sizin diqqətiniz olmadan yaşamağı öyrənib. Amma əgər bugün onun qəlbini sevgi ilə sulamağa başlasanız, sabah o yenidən açılacaq. Quraqlıq bir gündə başlamır. O, daimi indi yox sözündən başlayır. Və əgər bugün sulamırıqsa, sabah artıq gec ola bilər.